Tabe olanlar deyəcəklər: əgər bizim üçün dünyaya dönüş olsaydı, indi onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq. Beləcə peşman olsunlar deyə Allah onlara özlərinin əməllərini göstərəcək və onlar heç vaxt cəhənnəm odundan çıxa bilməyəcəklər. Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin. Şeytanın addım izləri ilə getməyin. O, sizin açıq-aşkar düşməninizdir. O, sizə pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir.